Peyğəmbər sallallahu buyurur ki, müsəlman müsəlmana bu cür olmalıdır. Amma çox əfsuslar olsun, bu məzhəbçilik və məzhəbçilikdə o təəssübkeşlik və fanatizm olduğundan qarşı tərəfə təkvirçi adı ilə gələnə, yetənə ilə Allahdan uzaq düşmüş təkvirçi deyərək arada nifaq yaranır. Əgər biz baxmış olsaq, acı həqiqət də olsa, nə qədər bizi parçalayıblar? Başından bəri sünni-şiə məsələsi olsun, ya əhl-i-sünnə vəl-cəmaə qardaşlarımızın öz arasında 4 məzhəbin Maliki, Həmbəli, Şafii, Hənəfi, İmam-ı Əzəm və s. bunların olması, digər təriqətlərdə bu günləri baxsaq, sələfisi, xavarici, təkfir, o onu təkfir edir, bu bunu təkfir deyir, dindən çıxmış,